son 30 ildə Birləşmiş Ştatların heç bir rəhbəri Azərbaycan prezidentinə indiki qədər açıq rəğbət, güclü dəstək və yüksək tərəfdaşlıq ruhu göstərməyib. Biz yaxşı xatırlayırıq. 36 il əvvəl 20 yanvarı İslam fundamentalistlərinin cəzalandırılması aktı adlandıran, Qarbaçova Qarabağı ermənilərə verməyə çağıran, separatizmə maliyyə və siyasi dəstək göstərən Amerikalı liderlər olub. Trump yalnız geosiyasi maraqlara görə deyil, İlham Əliyevin şəxsiyyətinə, strateji baxışlarının ortaqlığına və qlobal layları tərpədən Qarabağ qələbəsinə görə xüsusi rəğbətlə yanaşır. Prezidentin qətiyyətli liderliyi Konqres və Senatda anti-Azərbaycan lobby qruplarının təsirini xeyli azaldıb. ABŞ lideri sosial hesabında 9 ayda 7 dəfə, diplomatik platformalarda və siyasi mesajlarında isə 14 dəfə İlham Əliyevə rəğbətini açıq ifadə edir, onu nümunə adlandıraraq deyir. Siz güclü lidersiniz, sizinlə fəxr edirəm. Xatırladaq ki, Biden administrasiyası 44 günlük müharibədən sonra sanksiya təşəbbüsləri, gündəlik media hücumları və Qarabağda xristiyan dini abidələrinin qorunması adı altında Azərbaycana təzyiqlər edirdilər. Onlar hakimiyyətdə qalsaydılar ordumuzu Xan kəndinə hücumda günahlandırardılar. Trump administrasiyası dövründə ABŞ-Ermənistan münasibətləri rəsmi Bakı əleyhinə yönəlməyib. Bəli, Vaşinqton hərbi qələbəmizi qəbul edir, onun legitimliyini tanıyır. Qərb liderlərinin bir qismi tərəfsiz qalsa da, prezidentin elçisi Steve Uitkov qalib, irəliləyən ordunun İrəvana hücum etməməsi əmrini verən İlham Əliyevi müdrik və məsuliyyətli rəhbər nümunəsi adlandırır. 8 avqust Vaşinqton zirvəsi kürəkçayla başlayan bölünmə və məğlubiyyət silsiləsinə son qoyan tək qalibiyyət hadisəsidir. Yanvarın 22-sində Davosda ABŞ rəhbərinin dövlət başçısı ilə müstəsna görüş təşkil etməsi, Sülh Şurasında ölkəmizin təsisçi üzvlüyü, Trumpın barış təşəbbüsləri ilə İlham Əliyevin sülh missiyasının birləşməsi deməkdir. Qarabağ qələbəsinin yeni dünya düzənində ölkəmizə qazandırdığı yeni geosiyasi statusdur. Sülh Şurası həm də Cənubi Qafqazda mühüm rol oynaya, artıq işləməyə başlayan TRIP layihəsinin qarantiyacısı ola bilər. Keçmiş səfir Yüseydin ştatlı emisarı və ölkəmizə qarşı nifrət kampaniyasının önündə gedən Richard Kozlar için İşğal Partiyasına dəstək tələblərinə rəsmi Vaşinqtonun məhəl qoymaması hakimiyyəti zorla dəyişdirmək istəyənləri dərindən məyus eləyir. Ötən il 27 senatorun Azərbaycan əleyhinə imzaladıkları məktubda irəli sürülən iddiamları heç Ermənistan hökuməti qəbul eləmir. Ona görə də ABŞ Dövlət Departamentinə Bakıda məhkəməsi keçirilən 19 şəxsin əməlləri haqqında geniş sənədlər verilə bilər. Nəhayət, vitse-prezident James Vance'in ölkəmizə gözlənilən səfəri tarixi əhəmiyyətə malikdir. ABŞ-la birlikdə regionda davamlı barış və təhlükəsizliyə xidmət edən sülh korpusunun yaradılması müharibə deyil, sülhün ixracına kömək eləyər.